Uğursuz idmançıların ən böyük səhvləri. Uğur istəyirsiniz, amma onu qazanmaq üçün nə qədər fədakarlıq edirsiniz? Gəlin real danışaq. Bir çox idmançılar uğursuz olur, çünki öz etdikləri səhvlərin qurbanı olurlar. Bu videoda bu səhvləri açıq-aşkar müzakirə edəcəyik. Yanlış 1. Zəhmət çəkmək yerinə bəhanə axtarmaq. Vaxtım yox idi, yorğun idim, məşq çətindir. Bunlar nədir? Əgər zəhmət çəkmirsənsə, zirvəyə qalxmağı xəyal belə etmə. Yanlış 2. Məşqçini görməzdən gəlmək. Məşqçi sənə nə edir? Zəifliklərini düzəldir, güclü tərəflərini inkişaf etdirir. Amma sən nə edirsən? Özünü eşitməzliyə vurursan. Özünü hər şeyi bilən kimi aparsan. Əgər məşqçinin tövsiyələrinə qulaq asmırsansa, öz uğurunu öz əlinlə məhv etmək deməkdir. Yanlış 3. İdmanı ciddiyə almamaq. Həftədə 1-2 dəfə məşqə gəlirsən, bəzən heç gəlmirsən. Yarışa çıxanda məğlub olub şikayət etməyə başlayırsan. Məğlubiyyətində özünü yox, başqalarını günahlandırırsan. Bəs deyin, belə yanaşma ilə necə çempion olacaqsınız? Yanlış 4. Məğlubiyyəti qəbul edə bilməmək. Məğlub oldunuz, bəs sonra motivasiyanızı itirirsiniz, məşqi dayandırırsınız. Məğlubiyyəti zəiflik yox, öyrənmək üçün bir fürsət olaraq görməyən bir idmançıdan heç nə çıxmaz. Yanlış 5. Özünüzü əzizləmək. Hələ vaxtım var, yavaş-yavaş edərəm, gələn səfər daha yaxşı olar. Bu cür düşünənlər çempion olmurlar. Hər gün ən yaxşı gününüzdür və hər məşq sizin zirvəyə gedən yeganə şansınızdır. Özünüzə güzəşt etməyi buraxın. Əgər zəhmət çəkmirsənsə, nəticə gözləməyə haqqın yoxdur. Əgər məşqə ürəyini qoymursansa, uğur xəyalında belə olmamalıdır. Hər dəfə bəhanələr tapırsan, hər dəfə öz zəifliklərini gizlədirsən. Bu çempion ruhu deyil. Özünüzlə üzləşin və ya idmanı buraxın. Uğur zəhmətlə gəlir, bəhanələrlə yox. Bir şey də unutmayın. Zəifləri zəhmət gücləndirir.